Sənin. Bəli, növbəti iştirakçımız keçən həftənin ikincisi olan SMS kodu 1 Rasin Əkbərlidir. Xoş gəlmisən Rasim. Alqışlamırsınız. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu uşaqlar üçün, iştirakçılarımız üçün sadəcə alqış bəs eləyir ki, o səhnədə özlərini rahat hiss eləsinlər. Xoş gördük səni. Buyur, özünü təqdim elə və müraciətini et. Çox sağ olun. İlk öncə tamaşaçılar və dəyərli münsiflər heyətini salamlayıram. Öz doğma yurdum Qazax rayonunu salamlayıram. Qazax rayonundan, Zaqatala rayonundan, Cəlilabad rayonundan səs gözləyirəm. Bugün oxuyacağım musiqi sözləri Cabir Novruzun, musiqisi isə Faiq Şücəddinovundur. Bu mahnıyı Azərbaycanın dəyərli sənətkarı olan Aybəniz Haşimovanın repertuarından Vətəndən Pay Olmayır musiqisini ifa edəcəyim. Respublikamızın əməkdar artisti Aybəniz xanım Haşimovanı da salamlayırıq. Təbii ki, inanıram ki, gözəl oxuyacaqsan. Rasin Əkbərli, SMS kodu 1. Eşidək Rasini. Vətən sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Vətən sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Övlad gərək vətənə, vətən bir yol deyirlər. Ona qurban gedənə əsl oğul deyirlər. O əbədi namuslar, o əbədi qoruqdur. Ürkək quş kimi uçar, onu əldən buraxdın. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Onun adi torpağı ruhdan, candan irəli. O atadan qabaqdır, o anadan irəli. Bilirəm, vətənə tay olmayır, ömürdən pay verərlər, vətəndən pay olmayır. Azərbaycan heç vaxt öz ərazisinin bir qarşında heç bir başqa ölkə, heç bir başqa dövlətə verə bilmir. Onun adi torpağı ruhdan,